Ölkədə taxıl sahələrində biçim kampaniyası davam edir. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb. Bu il taxılçılıq üzrə məhsuldarlıq göstəricilərində müsbət dinamika müşahidə olunur. Əkin sahələrində yetişdirilən məhsulun vaxtında və itkisiz yığılması üçün biçim prosesi sürətlə davam etdirilir. Müşahidələr göstərir ki, bu il taxıl sahələrində məhsul ötən illə müqayisədə daha çox olacaq. Hazırda biz rayonun Muğan Gəncəli kəndinin taxıl sahələrindəyik. Fermerlərin sözlərinə görə bu il hər hektara arpa 45, buğda isə 50 sentner gözlənilir. Kənd Təsərrüfatı Nazirinə məlumat verildi ki, bu il Sabirabad rayonunda 23.800 hektar taxıl əkilib. Sahələrdə buğdanın Arsenal, Viktoriya, Karolina, Bərəkətli və Əskərdən, arpanın isə Ştorm və Nuranə sortları becərilir. Nazir biçim prosesini izlədi və daha sonra təsərrüfat nümayəndələri və ətraf ərazilərdən olan fermerlərlə görüşdü. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov bildirir ki, yeni dövlət proqramında taxılçılığın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Proqram çərçivəsində məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi, fermerlərin dövlət dəstəyi ilə təmin olunması, eləcə də yerli toxumçuluğun inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 2025-ci ilin payızında Azərbaycanda 950 min hektar taxıl əkilmişdi. Bunun 490 min hektarı arpa, 460 min hektarı buğdadır. Texnika ilə bağlı qeyd edelim ki, 1144 texnika bu illəri artıq məhsul biçiminə cəlb olunubdur. Onun 488 texnika kombayn, aqroservisin kombaynıdır. Yerdə qalanlar isə fərdi və hüquqi şəxslərin kombaynlarıdır. Fermerlər təsərrüfatlarında görülən işlər, biçim prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə nazirə məlumat verdilər. Görüş zamanı onların təklif və fikirləri də dinlənildi. Biz payızlıq əkin kimi 388 hektar arpa, 404 hektar buğda sahəsində buğda əkmişik. Dünyada su problemi mövcuddur. O bizdən də yan keçmir, bizim ölkədən. Amma buna baxmayaraq inzibati qurumlar, təşkilatlar, bu işlə birbaşa məşğul olan idarə müəssisələr bizə dəstəyin əsirgəmir. Daima yanımızdadılar, maraqlanırlar suyun verilməsində. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə bugünədək respublika üzrə 105 min hektar taxıl sahəsində biçin aparılıb. 336,9 min ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,1 sentiner təşkil edib. Eyni zamanda buğdanın orta məhsuldarlığı ötən ilin müvafiq dövründəki 32,9 sentinerdən 39,3 sentinerə yüksəlib. Rəşad Vəkiloğlu, Diana Cəlali, Space xəbər.